Bu videoda ağır xəstənin çarpayıda necə çevrilməsini göstərəcəyik. Xəstəyə qulluq edən şəxs gündə bir neçə dəfə xəstəni hərəkət etdirdiyi üçün çox vaxt bel ağrılarından əziyyət çəkir. Travma riskini azaltmaq üçün qulluq edən şəxs düzgün hərəkət üsullarını bilməlidir. Bu, xəstə və ətrafdakılar üçün təhlükəsizliyi, həmçinin yükün ağırlığından xilas olmağı təmin edir. Xəstənin təhlükəsiz çevrilməsi üçün aşağıdakı mühüm şərtlərə əməl etmək lazımdır. Xəstənin yerləşdiyi və köçürüləcəyi çarpayı və ya oturacaq, yaxud da başqa avadanlığın ətrafında kifayət qədər boş yer olmalıdır. Çarpayı hərəkətsiz vəziyyətə gətirilməlidir. Çarpayı hündürlüyü tənzimlənmə mexanizmi ilə təchiz olunubsa, xəstənin istənilən yer dəyişməsində irəli əyilməmək üçün çarpayı hündürlüyü sizə uyğun olmalıdır. Yaxşı olar ki, çarpayının hündürlüyü qulluq edənin ovucu ilə eyni səviyyədə olsun. Çarpayıda bord və ya ara kəsmələr varsa, qulluq edən şəxs tərəfdə olanlar aşağı salınmalıdır. Yerdəyişmə hərəkətləri qabaqcadan iştirakçıların hamısı ilə müzakirə edilməlidir. Əks göstərişlər yoxdursa, xəstənin imkanlarından istifadə etmək lazımdır. Köçürülmədən öncə geniş dayaq sahəsi yaratmaq üçün ayaqlarınız bir-birindən aralı olmalıdır. Çevrilmədən əvvəl əmin olun ki, çarpayının kənarında lazımınca boş yer var. Çarpayı hərəkətsiz vəziyyətdədir. Sizin dayandığınız tərəfdə bord və ya ara kəsmə varsa aşağı salınmışdır. Çarpayının hündürlüyü sizə uyğundur. Çevirməyə başlamazdan əvvəl siz düzgün mövqe seçməlisiniz. Ayaqlar çiyin bərabərliyində aralı, bel düz vəziyyətdə olmalıdır. Xəstəniz çarpayıda ayaqları çiyni ölçüsündə aralı və beli düz horizontal vəziyyətdə uzanmışdır. Başı yastıqdadır. Xəstənin başını hərəkət istiqamətinə doğru çeviririk. Əgər xəstənin bir tərəfi işlək deyilsə, həmin tərəfdəki qolu dirsəkdən bükərək bədənə paralel şəkildə yana və ya dirsəkdən yuxarı qaldıraraq yastığa paralel şəkildə qoyuruq. O biri əlini isə sinəsinə qoyuruq. Sonra ayağını dizdən 90 dərəcəli bucaq altında bükərək pəncələrini çarpayıya dayayırıq. Əgər xəstə ayaqlarını idarə edə bilmirsə, xaç formasında bir-birinin üzərinə qoyuruq. Ayaqlarınızı addım vəziyyətinə gətirin. Bu zaman ağırlığınızı qabaqdakı ayağınıza salaraq, arxadakı ayağınızı isə barmaqlarınızın ucunda saxlayın. Komanda verilən anda hər iki əlinizlə xəstənin kürək və yan nahiyəsindən özünüzə tərəf çevirin. Bu zaman ağırlığınızı arxa ayağınıza ötürərək dabanınızı yerə basın. Xəstənizin vəziyyətini dəyişməklə yataq yaralarının da əmələ gəlməsinin qarşısını almış olacaqsınız.